Salam əziz şagirdlər. Deməli bugün mən sizlərlə 2 dərs üfüqün cəhətlərinin təyini və kompas azimut dərsini, bir də relyefin təsviri, nisbi və mütləq hündürlük dərsini izah edəcəm. Və qeyd edeyim ki, abituriyent hazırlığı üçün Elvin müəllimlə əlaqə 051 419 67 87 050 070 219 67 87 və mən sentyabrdan etibarən onlayn dərslərin keçməsini planlaşdırıram. Əgər mən indiyə qədər həmişə canlı dərslər keçmişəm, amma bu ildən onlayn dərslərə də start verəcəm. Kim əgər maraqlanmaq istəyirsə, müraciət eləyə bilər. Uşaqlar, üfüqün cəhəti nədir? Gəlin belə bir şey deyək. İnsanlar qədim zamanlarda yolu getmək üçün müəyyən üsullardan istifadə ediblər. Hansı üsullardan istifadə ediblər? Günəşə əsasən və s. də deyək ki, günəşə əsasən, ağacın mamırına əsasən və s. ilə axır. Bunları sizə mən aydın şəkildə tam izah edəcəm. Uşaqlar, üfüq bizim üfüq xətti. Üfüq nədir? Üfüq məhəllədə görünən açıq ərazi üfüq xətti adlanır. Tam bir yerdə durmuşuq, məhəllə tam görünür və buna deyirlər üfüq xətti. Əgər biz uzaqda yerlə göyün birləşdiyi bir xətti, yəni üfüq xəttini görə bilərik. Üfüqün cəhətləri var. Üfüqün 4 əsas, 4 isə aralıq cəhəti var. Hansılardır? Şolar, şimal, baxın, gəlin baxaq. Üfüqün 4 əsas cəhəti var. Bax. Yuxarı çəkilən ox şimal və ya 360 dərəcəni göstərir. Yuxarı çəkilən ox şimal və ya 360 dərəcəni göstərir. Bu əsas cəhətlərdən. Bu istiqamətə çəkilən xətt şərq və ya 90 dərəcəni göstərir. Aşağı çəkilən xətt isə 180 dərəcə, yəni cənub göstərir. Bu tərəfə çəkilən xətt isə nəyi göstərir? Qərb və ya 270 dərəcəni göstərir. Baxın, ox yuxarı çəkilirsə şimaldır. Bu tərəfə çəkilirsə şərqdir. Aşağı tərəfə çəkilirsə, yəni cənub, bu tərəfə çəkilirsə, yəni qərbdir. Bu üfüqün əsas cəhətləridir. Bəs üfüqün aralıq cəhəti. Ox bu istiqamətdə çəkilibsə buna nə deyirlər? Şimal şərq, yəni necə? 45. Ox bu istiqamətdə çəkilibsə buna nə deyirlər? Cənub şərq. Bu istiqamətdə cənub qərb, bu istiqamətdə isə şimal qərb. Əsas cəhətlər, yadınızda saxlayın ki, əsas cəhətlər, baxın, 90-90 artır, 0-90, 90-180, 180-270, 270-360. Yəni, əsas cəhətlər 90-90. Aralıq cəhətlər isə 45-45, yəni 0-ın üstə 45, 90-ın üstə 45, 135, 180-ın üstə 45, 225, 270-ın üstə 45, 315 dərəcə. Bu üfüqün nədir? Aralıq cəhətləridir. Uşaqlar, dənizçilər üfüqü rumb adlandırıblar. Dənizçilər üfüqü rumb adlandırıblar və onlara görə üfüq 32 cəhətdən ibarətdir. Bəs kompas olmayan bir vaxtda necə bilə bilərdilər ki, üfüqün cəhətləri var? Deməli, daha doğrusu hansı istiqamətə gedə bilərik? Üfüqün cəhətini təyin edə bilərik. Deməli, günəşə əsasən, uşaqlar, günəş həmişə yadda saxlayın. Üzü günəşə tərəf dursanız, günəş çıxan tərəf sizin şərqinizdir. Əllərinizi yanaşsanız, arxanızda qərb, sağınızda cənub, solunuzda isə şimaldır. Yəni, üzü, bax, deyək ki, gün buradan çıxır. Siz deyək ki, qolunuzu bu tərəfə açdınızsa, bu qolunuz şərq, bu isə sizin cənubunuz, bu isə oldu deyək qərbiniz, bu isə oldu nəyiniz? Şimalınız. Qütb ulduzuna əsasən, uşaqlar, yadınızda saxlayın.
Qütb ulduzu həmişə harda görsənir? Şimalda. Minarələrin qapısı həmişə qibləyə tərəf açılır. Ağac gövdələri mamurlu olub bu şimal tərəfi bildirir. Bir də günorta kölgəsinə əsasən təyin etmək olar. Uşaqlar, buna aid məsələlər olur. Gəlin mən sizə məsələ izah edeyim. Məsələdə deyilir. Deyir ki, bax, bu cürünə məsələlər var. Topluda, güvəndə və s. Deyir ki, səyyah əvvəlcə 0 azimutla 5 kilometr gedib. Sonra 90 azimutla 5 kilometr getdi. Səyyah əvvəlki məntəqəyə hansı azimutla qayıdar? Aha, uşaqlar, belə olan halda nə edirəm? Bir dənə xətt çəkirəm. Həmişə ortanı belə bir xəttlə işarələyirəm. Sonra deyir, səyyah əvvəlcə şimala 5 kilometr gedib. Deyək ki, 1, 2, 3, 4, bu oldu 5. Burada dayandı mı? Sonra şərqə tərəf, yəni 90 azimutda gedib. 1, 2, 3, 4, 5. Hansı məntəqədən çıxmışdı buradan? Hansı azimutla qayıtdı? Belə, yaxşı, belə deyək. Bu cənub-qərb 225. Oldu mu? Növbəti bir məsələdə deyim. Deyir ki, səyyah əvvəlcə 180 azimutla 3 kilometr, sonra 270 azimutla 3 kilometr gedib. Səyyah əvvəlki məntəqəyə hansı azimutla qayıdar? 3 kilometr cənuba 1, 2, 3. Sonra 270 azimutla 1, 2, 3. Hansı azimutla qayıdar? 45. Yəni nə? Şimal, şərq azimutla. Belə. Sonra keçirik uşaqlar növbəti dərs plan və relyef. Uşaqlar, plan nədir? Daha doğrusu biz plan dərsində müəyyən şərti işarələr vermişdik. Dağın, gölün, misal üçün deyirəm, qumluğun, meyvə bağının, qabaqlaşdırılmış qurun yol və s. İndi isə yadınızda saxlayın, xəritədə və ya planda coğrafi obyektlər hündürlüyünə görə fərqlənirlər. Bunu fərqləndirmək üçün nisbi və mütləq hündürlükdən istifadə edirlər. Yəni, belə desək ki, planda olduğu kimi xəritədə də eynən relyefi təsvir eləmək üçün belə desək, şərti işarə horizontaldır. O horizontalda bir-birindən fərqləndirmək üçün mütləq nisbi və mütləq hündürlükdən istifadə etməliyik. Mütləq hündürlük nədir? Uşaqlar, mütləq hündürlük okean və dəniz səviyyəsindən hesablanan hündürlükdür. Nə demək? Uşaqlar, bax, dağın hündürlüyünü əgər okean səviyyəsindən hesablayırıqsa, görürsünüz, buradan hesablasaq, dağca 4000 metr edir. Çünki okean səviyyəsindən hesablayırıq. Yəni, dəniz səviyyəsindən hesablanırsa dağ. Buna deyirik mütləq hündürlük. Yox, əgər dağın ətəyindən zirvəsinə biz hündürlüyü ölçürüksə, buna nisbi hündürlükdür. Yəni, nisbi hündürlük nədir? Yer səthindən bir nöqtədən digər nöqtəyə çəkilmiş xəttə nə deyirik? Nisbi hündürlük deyirik. Nisbi hündürlüyü niveler vasitəsindən biz ölçürük. Niveler vasitəsindən ölçürük. Uşaqlar, planda relyef horizontalların köməyi ilə təsvir olunur. Bu, uşaqlar, planda relyef horizontalların köməyi ilə təsvir olunur. Yəni, biz
deməli bir dəqiqə mən sizə deyim. Bax, görürsüz, əgər biz dağı təsvir eləmək istəyiriksə, belə bir xəttlər çəkirik. Belə bir xəttlər çəkirik. Əgər xətt çölə doğru çəkilibsə, buna deyirik dağ. İçəri doğru çəkilibsə, buna deyirik nə? Çökəlik. İndi uşaqlar, ən gözəl izahı mən sizə burada verəcəm. Ən gözəl izah nədir ki, mən buradan sizə hamısını izah edeyim. Uşaqlar, bax, belə deyək. Xəritədə belə bir dağları içə verə bilməzlər. Və verə bilməzlər, bu xəritənin planı tamamilə kör eləyir. Ona görə də xəritəni və planda belə deyək, dağı, çökəliyi vermək üçün şərti işarə verirlər. O işarənin adına deyirlər nə? Horizontal. Məsələn, bu dağdır. Bunu belə təsvir eləmək üçün belə bir xətt çəkiblər, yumru. Onu götürüb burada təsvir ediblər. Buna uyğun olaraq bunun dağ və ya çökəlik olduğunu ifadə eləmək üçün içəri doğru xətt çəkiblər. Bu xəttə də deyiblər nə? Çökəklik. Buna nə deyiblər? Dağ. Uşaqlar, yadınızda saxlayın ki, xəritədə əgər üzr istəyirəm, horizontalda əgər baxın belə bir bu horizontaldır. Bu çəkilən xəttə deyiblər berqişdirik. Nə deyiblər? Berqişdirik. Əgər berqişdirik xaricə doğru çəkilibsə, buna deyirik dağ. İçəri doğru çəkiləndə buna deyirik çökəlik. İndi uşaqlar, gəlin belə bir şey deyək. Bax, iki qonşu horizontal arasında fərqə kəsmə yüksəklik deyirlər. Bax, məsələn, bura olsun 20, bura olsun 40. Deməli, neçə artıq? 40-dan 20 çıxanda nə qalır? 20. Onda bura 20-dirsə, bura 40-dirsə olacaq, bura neçə? 60. Bura neçə olacaq? 80. Bax, buna deyirlər, indi bax, gördünüz, buna deyirlər kəsmə yüksəklik. Və ya, uşaqlar, əgər bizə deyək ki, burada hündürlüyü veribsə 100 metr. Veribsə, əgər bizə hündürlüyü veribsə və qıraqda yazılıbsa ki, kəsmə yüksəklik tutaq ki, 200 metrdir. Nə edirəm? Bura 100-dürsə, 200 artır. Bu olur neçə? 300. Bu olar neçə? 500. Bura olar neçə? 700. Uşaqlar, elə bunu bu cür nə də getmək olar? Ən qısa yol da var. Neçə aralıq var? 1, 2, 3 aralıq var. Bax, buranı saymısınız. 3 aralıq var. 3'ü vururam neçəyə? 200'ə. Neçə eləyir? 600. Burada hündürlük nə idi? 100. 600'ün üstünə 100 də gəlsəm, eləyir neçə? 700. İndi gəlin bir dənə də belə buna aid məsələ deyim. Baxın. Baxın uşaqlar. Bax. 1, 2, 3, 4, 5. Uşaqlar, kəsmə yüksəyi, bura hündürlüyü verək 0 metr, dəniz səviyyəsi, kəsmə yüksəkliyi də verək 150 metr. Baxın uşaqlar, neçə aralıq var? 1, 2, 3, 4 aralıq var. 4'ü vururam 150'yə. Gelir neçə? 600. Burada da 0'dır. 600'ün üstünə də 0 gəldim, elə 600. Deməli, buranın hündürlüyü neçədir? 600 metr. Gəlin baxaq. Bura 150, 300, 450, oldu 600. Cavab doğru. Eynən bu çökəklikdə də belədir uşaqlar. Bax, eynən bu çökəklikdə də belədir. Baxın. Bax, uşaqlar. Həmişə, bax, buranın tutaq ki 600 götürdük. Kəsmə yüksəkliyi 100 götürün. 600, bura neçə olacaq? 500, 400, 300. Çünki bu çökəkliyin bu 600 bu hissəsidir.
bizdə aşağı düşdükcə nə edir? Hündürlük azalır. Oldu mu? Bu cürlə məsələləri başa düşmədiyiniz halda Elvin müəllimlə əlaqə qurun. 419 67 87 və ya 070 219 67 87 və qeyd edim ki, test toplusunun bütün izahını sonraki yayımızda qeyd edəcəm. Sağ olun uşaqlar.